Salam, hörmətli izləyicilər. Bugün 3-cü qruplar üçün olan dim test toplusundan fonetika bölməsindən sözün fonetik xüsusiyyətləri bölməsinin izahına baxacağıq. Başlayaq. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Səslərin sayı hərflərin sayından çoxdur deyirsə, tələffüz zamanı səs artımı müşahidə olunan sözü axtarmalıyıq. Həyat yazılır, həyat tələffüz olunur. Dostluq sözündə, deməli, dostluq sözündə t düşür. Dostluq olacaq. Deməli, bu da mənə lazım deyil. Sərbəst sözündə t düşür. Bu da mənə lazım deyil. Müəllim yazılır, müəllim deyilir. Amma ailə sözü, ailə yazılır, ailə tələffüz olunur. Deməli, bir də olacaq. Cavab C bəndi. 2. Sözlərin hansında hərflərin sayı səslərin sayından bir vahid azdır. Bir vahid azdır deyirsə, deməli, hərflərin sayı səslərin sayından. Bu zaman tələffüz zamanı səs artımı olan, amma yazılışda olmayan sözü seçməliyik. Qayalıq yazılır, qayalıq tələffüz olunur. Burada q, x kimi olur. Amma mənə lazım deyil. Dalğa yazılır, dalğa deyilir. Memar yazılır, memar deyilir. Müalicə yazılır, müalicə deyilir. Elmsiz sözü, deməli, elmsiz yazılır. Elmsiz tələffüz olunur. 2 də cavab olacaq. D bəndi. 3. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Baxaq. Hövsələ yazılır, hövsələ deyilir. Hökmən yazılır, hökmən deyilir. Hökumət yazılır, hökumət deyilir. Hörmətli yazılır, hörmətli deyilir. Hökümlü yazılır, amma tələffüz zamanı bir dənə ü saytı artırılır. Olur hökümlü. 3 də cavab olacaq. D bəndi. 4-ə baxırıq. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Deməli, qəsd yazılır, qəsd deyilir. Qənd yazılır, qənd deyilir. Bunlar sonu t kimi olacaq sonda. Qəsb yazılır, qəsb deyilir. Hökümdar yazılır. Yenə ü saytı artırılır. Olur hökümdar. Dostluq sözündə də bayaq qeyd elədiyimiz kimi dostluq olacaq. Burada t düşür. Deməli, bizdən çoxdur olanı istəyir. Ona görə cavab olacaq B bəndi. Sözlərin birində səslərin sayı hərflərin sayına bərabərdir. Səslərin sayı hərflərin sayına bərabərdir deyirsə, heç bir tələffüzdə heç bir dəyişiklik olmayan sözü istəyir. Faciə yazılır, faciə deyilir. Bura bir y samiti artırılır. Təbiət yazılır, təbiət deyilir. Y artırılır. Ədəbiyyat sözündə y-nın biri düşür. Bu da mənə lazım deyil. Bədii sözündə i-nin biri düşür, biri uzanır. Cavab olacaq. Ona görə B bəndi. Məhsul yazılır, məhsul deyilir. 6. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır? Deməli, bu zaman səs düşümü olan sözü axtaracağıq. Baxaq. Üstə yazılır, üstə deyilir. Deməli, burada t düşür. Biri t düşdüyünə görə biri götürürük. Qələbə yazılır, qələbə deyilir. 2 mənə lazım deyil. Vətən yazılır, vətən deyilir. 3 də mənə lazım deyil. Təbrik yazılır, təbrik deyilir. Turistlər sözündə də deməli olacaq tələffüz necə? Turistlər. T düşəcək, l-da d kimi tələffüz olunacaq. Deməli, 5-i götürə bilərəm. Şəkil yazılır, şəkil deyilir. Lüğət yazılır, lüğət deyilir. Dostluq sözünü bayaq dedik, t düşəcək. Q da x kimi tələffüz olunur, l da d kimi. Ona görə 8-i də götürürəm. Sərbəstlik sözü necə tələffüz olunacaq? Baxaq. Sərbəstlik. Deməli, burada da t düşəcək. 1, 5, 8, 9 cavab olacaq A bəndi. Adiləşmə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Baxaq. Vurğu sözün son hecasındadır. Bəli, adiləşmək. Görürsünüz, sona düşür. Deməli, A düzdür. Ahəng qanununa tabe deyil. Bəli. İlk sayt uzun tələffüz olunur. Tələffüzü bu cür olacaq. Adiləşmək. Bəli, görürük ki, ilk sayt uzun tələffüz olundu. Tərkibində c cingiltili samitinin kar qarşılığı var. C-nin kar qarşılığı nədir? K. K var bu sözün tələffüzündə? Yoxdur. Deməli, bu səhvdir. 2 qarşılığı olmayan samit işlənib. Bəli, l və m. E də düzdür. Düzgün cavab olacaq 7-də D.
8. Bənövşə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Bənövşə yazılır, elə bənövşə də tələffüz olunur. Tərkibində dodaqlanan sait yoxdur. Var axı. Elə cavab olacaq A bənd. Bizdən səhv istəyir. Digərlərinə baxaq. Saitlərin heç biri uzun tələffüz edilmir. Bəli, yazıldığı kimi deyilir. Yazılışı ilə deyilişi fərqlənmir. Bəli, saitlərin hamısı açıqdır. Düzdür. Saitlər incədir. Düzdür. 8-də cavab A. 9. Şərqşünas sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Deməli, şərqşünas bu cür tələffüz olacaq. 3 hecalı sözdür. Şərqşünas, bəli, 3 hecalı sözdür. Q samitinin kar qarşılığı K-dır. Bu Q samiti bunun yazılışında var. Biz axı deyilişə baxmalıyıq. Ona görə B səhvdir. Ahəng qanunu pozulmuşdur. Bəli, saitlərin ikisi açıq. Bəli, Ə ilə A açıqdır. Ü də qapalıdır. Bu da düzdür. Hərflərlə səslərin sayı bərabərdir. Bəli, bu da düzdür. 9-da cavab B variantı. 10. Füzuliyanə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Ahəng qanunu gözlənilmir. Bəli, görürük ki, pozulub. 5 hecalı sözdür. Bəli, füzuliyanə 5-dir. Yazılışı ilə deyilişi fərqlənmir. Bəli. Bir uzun tələffüz olunan sait var. Sözdə həm cingiltili, həm kar samit var. Bu Y düzdür, çünki F karda qalanları cingiltili. Bir uzun samit deyil axı. Bax, füzuliyanə. Bir uzun deyil. Ona görə cavab olacaq 10-da D bəndi. 11. Məzuniyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyin. Deməli, məzuniyyət. Baxaq. Söz cingiltili samitlə başlayıb, kar samitlə bitir. Bəli, düzdür bu. Saitlərdən biri uzun tələffüz olunur. Bax, burada Ə uzun tələffüz olunur. Bu da düzdür. Sözdə hərf və səslərin sayı bərabər deyil. Bu da düzdür. Çünki Y-nin biri düşür. 4 samitin qarşılığı vardır. Axı 4 samit deyil. Çünki burada Y-nin biri düşür axı. Bu səhvdir. Vurğu sonuncu hecadadır. Bəli, məzuniyyət sona düşür. 11-də cavab olacaq. D bəndi. 12. Zəhimli sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Zəhimli. Ahəng qanununa tabedir. Bəli. Həm açıq, həm qapalı sait var. Bəli, bu da düzdür. Hər üç hecanın tərkibində incə sait var. Biz hecaya baxanda sözün yazılışına baxırıq. Yazılış üzərində sözün 2 hecadan ibarətdir. Ona görə C səhv olacaq. Vurğusu ikinci hecadadır. Bəli. 3 samitin qarşılığı yoxdur. H, M, L. Bəli. 12-də cavab olacaq. C bəndi. 13. Qayalıq və çiçəklik sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı ortaq fikir deyil. Deməli, qayalıqda Q, X kimi olacaq. Çiçəklikdə bunlar X ştrix olacaq. Baxaq. Saitlər uzun tələffüz olunmur. Bəli, bu düzdür. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bir fərqli məqam olan qayalıq sözüdür. Burada 2 fərqli məqam var axı. Deməli, bu ortaq deyil. Ahəng qanunu gözlənilib. Bəli, hər ikisinə aiddir. 3 hecalı sözdür. Bəli. Qayalıq, çiçəklik 3 hecalı sözdür. Yalnız bir samitin kar qarşılığı yoxdur. Hər ikisində L samitinin kar qarşılığı yoxdur. Ona görə E də düzdür. Düzgün cavab olacaq 13-də B bəndi. 14. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Və dialoq, bura bir Y artırılacaq. Bu da K kimi tələffüz olunacaq. Deməli, bu mənim şərtimi ödəmir. Dostluq sözündə bu T silinəcək, L, D kimi tələffüz olunacaq, Q, X kimi. T düşdüyü üçün bu da mənim şərtimi ödəmir. Təəssüf sözündə Ə-nin biri düşür, birinci uzun tələffüz olunur. C də səhvdir. Rübai sözündə bura bir Y artırılır. Bu da şərtimi ödəmədi. Şücaət, qiraət, bərayət bu sözlərin tələffüz və yazılışında heç bir fərq olmur. Cavab olacaq 14-də E. 15. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Deməli, səs düşümü olan sözü axtarmalıyıq. Məşhur yazılır, məşhur deyilir. Dövran yazılır, dövran deyilir. Təhciyə yazılır. Təzə qaydaya görə təhciyə sözü təhciyə olaraq tələffüz olunur.
Təzə qaydaya görə belədir, amma testdə təbii ki götürməyəcəyik. Sual yazılır, sual deyilir. Bəşəriyyət sözündə y-nın biri düşdüyü üçün cavab olacaq 15-də E bəndi. 16. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Burada da tələffüz zamanı səs düşümü olan sözü seçməliyik. Dövrə yazılır, dövrə deyilir. Reis sözündə bir y samiti artırılacaq bunların arasına. Ona görə beyni də çıxıram. Müayinə yazılır, müayinə deyilir. Dəhşət yazılır, dəhşət deyilir. Əlaçıq sözü hansı ki o sözlər var idi. Xaloğlu, biboğlu. Bax bu sözlərdəndir ki, burada düşəcək sait. Ona görə 16-da cavab olacaq. D bəndi. 17. Mətbəə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri göstərin. Deməli, mətbəə sözündə ənin biri düşür, biri də uzanır. Baxaq, vurğu sözünün son hecasındadır. Bəli, mətbəə. Deməli, A düzdür. Yazılışı ilə deyilişi fərqlidir. B də düzdür. Qarşılığı olmayan cingiltili samit işlənmişdir. M samiti. C də düzdür. Hərflərlə səslər sayca bərabər deyil. Bəli, çünki ənin biri düşdü axı. 3 eyni sait səs var. 3 dənə deyil axı. Ənin biri düşdüyü üçün 2 dənə eyni sait səs var. Ona görə 17-də cavab olacaq. E bəndi. 18. Məşğuliyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Məşğuliyyət sözündə y-nın biri düşəcək. Belə olacaq. 2 açıq, 2 qapalı sait var. Bəli, düzdür. Yazılışı ilə deyilişi fərqlidir. Düzdür. Vurğu 4-cü hecanın üzərindədir. Bəli, məşğuliyyət sona düşür. 5 cingiltili samit səs vardı. Baxaq, axı y-nın biri düşüb, y-nın biri düşdüyü üçün 5 dənə deyil, 4 dənədir. Ona görə bu səhvdir. Söz çar samitlə bitir. Bəli, 18-də cavab olacaq. D bəndi. 19. Baxırıq. Olmaya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri göstərin. Olmaya yazılır, olmuya deyilir. Düzdür. İndi baxaq. Ahəng qanunu gözlənilir. Bəli. 2 açıq sait var. Düzdür də, o ilə A açıqdır, U qapalıdır. B də düzdür. Vurğu sözün son hecası üzərindədir. Vurğu sözün son hecasına yox, birinci hecasına düşür. Deməli, C səhvdir. Samitlərdən yalnız birinin kar qarşılığı vardır. Bəli, Y samitinin, bu da düzdür. Saitlərdən biri dodaqlanmayan, ikisi dodaqlanandır. Bəli, 19-da cavab olacaq. C bəndi. 20. Bucaq ölçən sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Bu qıdan sonra sait gəldiyi üçün bu ğı kimi tələffüz olunacaq. Kar cingiltili samit cütlüyü işlənmişdir. C ilə Ç. Ona görə A düzdür. Cingiltili samitlə başlayıb cingiltili samitlə bitir. Bəli. Həm açıq, həm qapalı sait var. Düzdür. Q samiti, bu sözün deyilişində Q samiti yoxdur. Ona görə də onun kar qarşılığı K deyil. D səhv olacaq. 5 cingiltili bir kar samit var. Düzdür. 20-də cavab olacaq. D bəndi. 21. Brilyant sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyən edin. Brilyant. Baxaq. Brilyant yazılır, elə brilyant da deyilir. Ahəng qanunu gözlənilir, səhvdir. Çünki pozulub. Bütün samitlər cingiltilidir, səhvdir. T samiti kardır. 3 hecalı sözdür, səhvdir. 2 hecalı sözdür. Deyilişi ilə yazılışı fərqlənmir. Bəli. Vurğu ilk hecadadır. Bəli. Brilyant. Deməli, cavab olacaq. 21-də D bəndi. Çünki bizdən düzgün fikir istəyir. Üzürlü sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Üzürlü yazılır, üzürlü deyilir. 3 sait, 2 heca vardır. Bu düzdür. 2 hecadır, amma 3 sait var. Hərf və səslərin sayı bərabər deyil. Düzdür. Ahəng qanunu gözlənilib. Bəli. R və L samitlərinin kar qarşılığı yoxdur. Burada L yox. L R-ya çevrilir. Ona görə D səhv olacaq. Kar samit yoxdur. Bəli. 22-də cavab olacaq. D bəndi. 23. Meeting sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri göstərin. Meeting yazılır. Meeting deyilir. 2 hecalı sözdür. Meeting. Bəli, düzdür. M, N, Q cingiltili samitlərdir.
Bu səhv olacaq. Niyə səhv olacaq? Çünki sözün deyilişində q samiti yoxdur axı. K-dır. İ incə, qapalı, dodaqlanmayandır. Bəli. Vurğu ilk hecanın üzərindədir. Bu da düzdür. Meeting birinci hecaya düşür. Ahəng qanuna tabedir. Bəli. Düzgün cavab olacaq. 23-də B bəndi. 24. Munis sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Birinci sait uzun tələffüz olunur. Bax, munis yazılır. Munis. Burada u uzanır. Deməli, A düzdür. İki hecalı sözdür. Bəli. Munis. Ahəng qanunu gözlənilmir. Bəli. İki samit səsin qarşılığı yoxdur. M və N samitlərinin düzdür. Yazılışı ilə deyilişi fərqlənir. Səhv fikirdir. Sözün tələffüzündə uzanma olması yazılış-deyiliş fərqi gətirmir. Küskünlük sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Küskünlük. Baxaq. Kar qarşılığı olmayan samitlər işlənmişdir. Deməli, kar qarşılığı olmayan samitlər, bəli, N samitləridir. Ona görə düz götürəcəyik. 3 kar, 3 cingiltili samit var. Düzdür. Sözdə samit cütlüyü yoxdur. Niyə yoxdur? C samit cütlüyü var. Yanaşı olmasa da sözdə varsa biz bunu götürürük. C səhvdir. Vurğu son hecanın üzərindədir. Bəli, küskünlük. Səs və hərfin sayı bərabərdir. Bunlar düzdür. Cavab olacaq 25-də C bəndi. 26 ilə davam edirik. Təşəbbüs sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri müəyyən edin. Təşəbbüs yazılır, təşəbbüs deyilir. Təşəbbüs yazılır, təşəbbüs deyilir. Bu düz olacaq. Vurğu ikinci hecadadır. Səhv də üçüncü hecaya düşür. 4 kar, 1 cingiltili samit işlənmişdir. Burada deyilişlə yazılış fərqlənmədiyi üçün 4 dənə kar olmayacaq. Ona görə C-də səhvdir. Qoşa samitlərdən biri p şəklində tələffüz olunur. Xeyr. Kar cingiltili samit cütlüyü işlənmişdir. Xeyr. Düzgün cavab olacaq 26-da A bəndi. 27. Ədalətlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri göstərin. Deməli, ədalətlə sözü. Ədalətlə. Bax, bu şəkildə tələffüz olacaq. Ahəng qanunu pozulub, bəli. Səslə hərfin sayı bərabərdir. Xeyr, bərabər deyil. Axı, burada bir tələffüzdə N samiti artırıldı. Səhvdir. 4 cingiltili, 1 kar samit var. Burada L olacaq. Səhv yazmışam. Ədalətlə. Bu da düzdür. Vurğu 3-cü hecanın üzərindədir. Düzdür. 3-ə düşür. 4 hecalıdır və ikinci hecada uzanan sait vardır. Bu da düzdür. 27-də cavab olacaq. B bəndi. 28. Demokratiya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyin. Demokratiya yazılır, demokratiya deyilir. Yəni, burada o A-ya keçir. 4 cingiltili, 2 kar samit var. Düzdür. Həm açıq, həm qapalı sait işlənib. Düzdür. Dodaqlanan sait yoxdur. Var axı. Dodaqlanan sait yoxdur. Düzdür. Bu da düzdür. Demokratiya yazılır. Demokratiya deyilir. Yazılışı ilə deyilişi fərqlənmir. Səhvdir. O A kimi tələffüz olunur axı. Ahəng qanunu pozulub. Düzdür. 28-də cavab olacaq. D bəndi. 29. İttihamnamə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Deməli, ittihamnamə yazılır. İttihamnamə deyilir. T-dıya çevrilir, A-da uzanır. Yazılışı ilə deyilişi fərqlənmir. Fərqlənir axı, səhvdir. Səslə hərfin sayı bərabərdir. Düzdür. Ahəng qanunu pozulub. Düzdür. Vurğu son hecaya düşür. Bəli. İttihamnamə. Sözdə uzun tələffüz olunan səs var. Bəli. Cavab olacaq 29-da A bəndi. 30. Təvəllüd sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyən edin. Təvəllüd yazılır, təvəllüd tələffüz olunur. D, T kimi tələffüz olunur. Deməli, bu sözdə elə D yoxdur deyə heç A-nı oxumuram. A səhvdir. 3 samitin kar qarşılığı yoxdur. 3 dənə samit deyil axı. 2 dənə samitdir. B də səhvdir. Samit səslərin ikisi kar, 3-ü cingiltilidir. Bəli, bu düzdür. Yalnız açıq saitlər var.
Ə saitləri açıqdır. Bu da düzdür. Birinci hecadakı yalnız açıq saitlər var fikri səhvdir. Yox, D səhvdir. Birinci hecadakı ə saiti uzun tələffüz olunur. Bu da səhvdir. Cavab olacaq 30-da C bəndi. 31. Fikirlərin üçünə də uyğun gələn söz hansıdır? Yazılışı ilə deyilişi fərqlənmir, ahəng qanununa tabe deyil, tərkibində uzun tələffüz olunan sait yoxdur. Deməli, bunların hər üçünə aid olan söz götürməliyik. Bax, dayə sözünü aid eləsəm, dayənin yazılışı ilə deyilişi fərqlənmir, düzdür. Ahəng qanununa tabe də deyil, düzdür. Amma deyir ki, tərkibində uzun tələffüz olunan sait yoxdur, var axı. Deməli, dayə sözündə A uzanır. Bu, bunu ödəmədi. Deməli, mən A-nı çıxıram buradan avtomatik. Baxırıq digərlərinə. Blokada yazılır, blokada deyilir. Deməli, yazılışı ilə deyilişi fərqlənmir. Fikri buna uyğun gəlmədiyi üçün elə mən B-ni də çıxıram. Bəhanə yazılır, bəhanə elə o yazıldığı kimi də deyilir. Yazılışı ilə deyilişi fərqlənmir, bu düzdür, buna uyğundur. Ahəng qanuna tabe deyil, buna da uyğundur. Uzun tələffüz olunan sait yoxdur, səhvdir. Bəhanəci, deməli, A uzanır burada. Deməli, C-ni də çıxıram. Bankomat yazılır, yazılışında bankomat olacaq deyilişində. Ona görə bu E də mənim şərtimi ödəmir, E-ni də çıxıram. Dizayner yazılır, elə dizayner deyilir. Yazılışı ilə deyilişi deməli fərqlənmir, düzdür. Ahəng qanununa tabe deyil, düzdür. Tərkibində uzun tələffüz olunan sait yoxdur, düzdür. 31-də cavab olacaq, D bəndi. 32. Morfologiya sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Bilirik ki, morfologiya yazılır, morfologiya deyilir. Tələffüzü bu cür olacaq. 3 cingiltili samitin qarşılığı yoxdur. Bəli, M, R, L samitlərinin qarşılığı yoxdur. Hərf və səslərin sayı bərabərdir, düzdür. Ahəng qanunu pozulmuşdur, düzdür. Vurğu ikinci hecanın üzərindədir. Sonu İK, İya ilə bitən sözlərdə vurğu ondan bir heca əvvələ düşür. Ona görə üçüncü hecaya düşəcək. Bu səhvdir. Bir kar samitin cingirtili qarşılığı vardır. Burada kar samit V, F-dır. F-nın cingirtili qarşılığı V-dır. 32-də cavab olacaq. D bəndi. 33. Həcmli sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirdir. Deməli, həcmli. Bax, bu cür tələffüz olunacaq. Bir açıq, bir qapalı sait var. Səhvdə axı, 2 qapalı, bir açıq var. Bizdən doğrunu istəyir. Burada yazıram. Həcmli. Bir kar, 2 cingiltili samit yanaşı işlənib. Səhvdir. Arasına sait artırılıb. Yazılışı ilə deyilişi fərqlənmir. Səhvdir. 3 samit yanaşı işləndiyi üçün vurğu ilk hecanın üzərinə düşmüşdür. Bu da səhvdir. 2 hecalı sözdür. Bəli, 33-də cavab olacaq. E bəndi. 34. Mənfəət sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Deməli, daha doğrusu, Ənin biri düşür. Digəri də uzun tələffüz olunur. Hərf və səslər sayca bərabər deyil. Bəli. Vurğu üçüncü hecaya düşür. Mənfəət. Bəli. 2 açıq, dodaqlanmayan incə sait işlənmişdir. Bəli. 2 hecalı sözdür. Mənfəət. 2 hecalı yox, 3 hecalı sözdür. Kar qarşılığı olmayan 3 samit var. 3 yox, 2 samit var. Ona görə cavab olacaq 1, 2, 3. B variantı. Bəstələyir sözünün səs tərkibi ilə bağlı düzgün fikirləri müəyyən edin. Deməli, bəstələyir. Düzdürmü? Tərkibində uzun tələffüz olunan sait vardır. Xeyr, yoxdur. Bir qapalı, 3 açıq sait. 3 açıq, incə sait işlənmişdir. Bir qapalı yox, 2 qapalı sait var. 2 də səhvdir. Deyilişi ilə yazılışı arasında 2 fərq var. Bəli, T, D-yə keçir, Ə də İ saitinə keçibdir. Ona görə 3-ü götürürəm. 4 hecalıdır, ahəng qanuna tabedir. Bəli, bəstələyir. 4 hecalıdır, ahəng qanuna tabedir. 4 cingiltili, 2 kar samit var. Burada 5 cingiltili var. Ona görə də 5-də səhvdir. Cavab olacaq 35-də A bəndi.